Hansı zamanda valideynlər insanlar üçün daha əziz, daha dəyərli olurlar? Uşaq çağlarında valideyn istəyir. Niyə? Ehtiyacı var ona. Ehtiyac halı çıxandan sonra o istəyin zəifləməsini görürük. Sadəcə hörmət edir. Hətta dillə də deyirlər, atamdan qorxmuram, mən atama hörmət edirəm. O qorxunun ataya olan qorxunun özündə bir sevgi var. Bir adam desə ki, mən atamdan qorxmuram, ona hörmət edirəm. O ataya olan qorxu var ha. O özü bir sevgidir. O özü bir sevginin bir formasıdır, bir halıdır. Bir də gəlir belə bir vaxta gəlir, yetişir ki, valideyn qocalıb, evlad başlayır onun əziyyətini çəkməyə. Həkim aparır, dərman aparır, qulluğunda durur. Bu hallarda artıq valideyn o üçün başlayır dəyərlənməyə, əziz olmağa. Nəyə əziyyət çəkdi onun üçün? İnsan nəyin əziyyətini çəksə, o onun üçün əziz olar. O insanlar ki, valideynlərinə daha çox əziyyət çəkiblər, daha çox zəhmət çəkiblər, o valideynlər əziz olurlar. Onun üçün də gərək elə həmişə valideynlər evladlarına nə etsin? Əziyyət versin. Əziyyət versin, yaxşı mənada da. Yaxşı mənada əziyyət versin. Evlad valideynin əziyyətini çəksin. Bəzən valideynlər evladlarına yox, uşağa əziyyət verməyəcək. Əziyyət verməsən əziz olmayacaqsın.